Bugün Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu, Türk Mədəniyyəti İrsi Fondu, UNESCO-nun Türkiyə Milli Komitəsi, Azərbaycan Respublikasının UNESCO üzrə komitəsi, Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və 1-ci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan bu konfransın əsas ideyası ortaq türk keçmişindən ortaq türk gələcəyinə yaşayan dəyərlərin araşdırılması, öyrənilməsi məsələsidir. 1-ci Türkoloji Qurultay 1926-cı ildə keçirilərkən onun əsas məqsədi əlifba məsələsi, Latın əlifbasına keçid məsələsi idi. Lakin Türkoloji Qurultaya toplaşan müxtəlif türk dünyasının müxtəlif köşələrindən gələn alimlər, hərəsi bir sahənin mütəxəssisləri olduğu üçün qoyulan məsələyə münasibətdə seçilən mövqelər və münasibətlər fərqli, multidisiplinlər istiqamətdə ortaya çıxırdı. Yəni bu konfransda 1-ci Türkoloji Qurultayda həm tarixçilər, həm ədəbiyyatşünaslar, həm folklorşünaslar, həmin dövrün ictimai-siyasi xadimləri iştirak edirdilər. Və təsadüfi deyil ki, bu tədbir, bu qurultay türk dünyasının akademik, intellektual inkişaf tarixində həyata keçirilən ilk elmi, mədəni, akademik platforma idi. Və təbii ki, burada qoyulan ideyaların davam etdirilməsi, yaşadılması böyük bir zərurətdən xəbər verirdi. Və təsadüfi deyil ki, 2024-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin özünün and içmə mərasimində elan elədiyi "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz türk dünyasıdır" çağırışı əslində 100 illik kontekstində türk dünyasının birliyinə, strateji hədəflərinə yönəlmiş ən böyük çağırış idi. Və cənab prezidentin 3 oktyabr 2025-ci il tarixində Qəbələdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı təşəbbüsü, ardından isə 22 oktyabr tarixində, 2025-ci il tarixində Türkoloji Qurultayın 100 illiyinin keçirilməsi ilə bağlı, təntənəli şəkildə keçirilməsi ilə bağlı imzaladığı sərəncam əslində qeyd olunan 100 il bundan öncə qoyulan ideyaların 100 il bundan sonraki dövrə də çatdırılması üçün ən böyük çağırış idi. Və xatırlayırsınızsa 15 may 2026-cı il tarixində, yəni bu il 15 may tarixində Türkistan şəhərində Türk Dövlətləri Təşkilatının növbəti zirvə toplantısı keçirildi və bu zirvə toplantısının əsas mövzusu rəqəmsallaşma, süni intellektin tətbiqi məsələsi idi. Və cənab prezidentin həmin tədbirdə çıxışında vurğuladığı əsas məqam türk dünyasının rəqəmsal platformada da inteqrasiyasının yaradılması, rəqəmsal platformada türk dəyərlərin yaşadılması və türk dünyasının artıq müttəfiq olan, strateji əməkdaş olan türk dövlətlərinin bir-biri ilə münasibətlərinin rəqəmsal platformada da, rəqəmsal həllərdə də öz əksini tapması məsələsi idi. Və bugün burada türkoloji folklorşünaslıq ideyasının çağırışı da məhz türk dünyasını birləşdirən əsas dəyərin, folklor dəyərlərinin, xalq dəyərlərinin diqqət mərkəzinə gətirilməsi məsələsidir. Uzun müddət Sovet dövründə, xüsusilə də Sovet dövründə Azərbaycan folklorşünaslığı, ümumiyyətlə türk dünyasının, ayrı-ayrı türk xalqlarının folklorşünaslığı daha çox filoloji dəyərlər, filoloji araşdırma metodları üzərində qurulmuşdu və müstəqillikdən sonraki dövrlərdə, xüsusən Türkiyədə və onun ardınca Azərbaycanda sosial antropoloji, sosial mədəni folklorşünaslıq metodologiyasının tətbiqi diqqət mərkəzinə gətirildi. Və bugün burada əsas hədəf kimi seçilən türkoloji folklorşünaslıq məsələsi məhz sosial antropoloji yanaşma əsasında aparılacaq tədqiqatları nəzərdə tutur. Və bizim hədəfimiz bu simpozium çərçivəsində dinləniləcək 80-dən artıq məruzədə qoyulan əsas hədəfimiz məhz türkoloji folklorşünaslığın metodoloji, terminoloji və tətbiq istiqamətlərinin müəyyənləşdirilməsi və inkişaf etdirilməsi məsələsidir. Düşünürəm ki, bugün və gələcəkdə keçiriləcək bu cür tədbirlər türk dünyasının ümumi birliyi naminə mühüm addımlardır. Təşəkkür edirəm.